Salam, biz bugün 4-cü sinif Azərbaycan dili 2-ci hissə dərsliyindən səhifə 55, 56 və 57-dəki tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Çalışma 3A, səhifə 55. Mətni oxuyun, yol verilmiş səhvləri müəyyənləşdirin. Öyrəndiyiniz qaydalara istinad edərək fikrinizi əsaslandırın. Gövhər ağanın, burada birinci səhv, Gövhər ağanın, burada ağanın yox, ağa olmalıdır, yazılmalıdır. Gövhər ağa. Burada bu rəqəmdən sonra cıci, cucu hissəciyi yazılmır. Və növbəti səhv isə burada əsirdə yox, əsrıdır, i hərfi olmamalıdır. Cümlə bu şəkildə yazılmalıdır. Şuşada məscid tikdirir. Nöqtə. Hal-hazırda bu məscid burada aşağı Gövhər ağa məscidi adlanır. Daha sonra 1884-1885-ci illərdə burada inci hissəciyi yox, cıci, cucu hissəciyi işlənməlidir. Biz burada səhv olunmuş cümlələri düzəltmişik. 1884-1885-ci illərdə isə o, vergül Şuşada vaxtı ilə ata-babasının tikdirdiyi məscidi təmir etdirir. Həmin məscid hal-hazırda yuxarı Gövhər ağa məscidi adlanır. Çalışma 1. Cümlələri, səhvləri müəyyənləşdirin. Öyrəndiyiniz qaydaları çıxış etməklə səhvləri izah edin. İbrahim 3-cü sinifdə oxuyur. Burada 3-cü rəqəmindən sonra cü hissəciyi işlənməməlidir. 2. Maşınlar yox, maşınlar. 3. Qulağıma nənəmin səsi toxundu. Burada toxundu sözünün yerinə dəydi. 4. Həsən bəy Zərdabi demişdir. 2. nöqtə. Burada yaxşı kitab çox qiymətli bir xəzinədir cümləsi dırnaq işarəsi içərisində yazılmalıdır. Burada dırnaq işarəsi açılır, burada isə bağlanır. Bu şəkildə birinci cümlədə cü hissəciyi işlənmir. İkincidə maşınlar, üçüncüdə qulağıma nənəmin səsi toxundu yox, dəydi yazacağıq. Burada ikincidə maşınlar sözün yerinə maşınlar. Dördüncü cümlədə isə dırnaq işarəsi içərisində yazacağıq. Çalışma C. Səhv yazılmış sözləri düzəldərək cümlələri köçürün. Bugün bütün ailə üzvləri süfrə ətrafında toplaşmışlar. Burada ailə sözündə y hərfi olmur. İkinci, ssenarinin müəllifi yox, müəllifi. Burada m, ü, ə, l, i, f, i. Dostum Bəşir idi. Onun köynəyi tərtəmiz idi. Burada tərtəmiz defislə yazılır. 4. Qızlar çəmənlikdən çiçək toplayırdılar. Burada qızlar yox, qızlar. Buradan isə çəmənlikdən. Birinci cümlədə ailə, ikinci müəllifi, dostum. Burada da dostum sözündə səhvlik var. D, t ilə yazılmalıdır. Üçüncü tərtəmiz, dördüncü qızlar, bir də çəmənlikdən. Çalışma C. Buraxılmış durğu işarələrini əlavə edərək cümlələri köçürün. O əskərə məktub yazdı. O'dan sonra vergül. İkinci cümlədə ura, vergül, ordumuz zəfər çaldı, nida işarəsi. Üçüncü cümlə yaz gəlmişdi, vergül, ağaclar çiçək açmışdı, nöqtə. Dördüncü, Heydər Əliyev demişdir, 2 nöqtə, dırnaq işarəsi içərisində azadlıq hər bir xalqın milli sərvətidir. Daha sonra isə dırnaq işarəsini bağlayırıq. Çalışma D. Fərqləndirilmiş sözləri, uyğun sözləri əvəz edib cümlələri köçürün. Bu xəbərdən sonra babamın könlü ağrıdı. Könlü sözünü ürəyi. 2. Səhər açılar açılmaz çil-çil xoruz qışqırdı, banladı. 3. Makedoniyalı İskəndər xəstəlikdən həlak olmuşdu. Həlak olmuşdu, burada vəfat etmişdi. 4. Cəmlənin maraqlı yaddaşı var. Cəmlənin güclü yaddaşı var. Burada maraqlı sözü güclü sözü ilə əvəz olunmalıdır. Dil qaydaları. Çalışma 4-də fərqləndirilmiş sözlərin şəxs yoxsa işarə vəzliyi kimi işləndiyini müəyyən edin. O, qoçaq oğlandır. Burada o, şəxs əvəzliyidir. İkinci, o günləri çox xatırlayıram. Burada işarə.
O dostumla bir məktəbdə oxuyurdu. O işarə şəxs əvəzliyi 4. O qız mənim sinif yoldaşımdır. Burada işarə əvəzliyi. Bu şəkildə çalışma 4A. Çalışma B. Cümlələri oxuyun. İkinci cümlədəki necə sözü hansı sözün yerində işlənib? Nənəm dadlı qoğal bişirdi. Nənəm necə qoğal bişirdi? Burada necə sözü dadlı sözü ilə əvəz olunmuşdur. Çalışma C. Fərqləndirmiş sözləri uyğun sual vəzifələrlə əvəz edib cümlələri köçürün. İri qazanları ocağın üstünə düzmüşdülər. Burada iri qazanları necə sual əvəzi ilə əvəz etdikdə iri necə. Yarışda qalib gələnlər sevinirdilər. Nə edirdilər? Sevinirdilər. Burada nə edirdilər yazacağıq. Uşaqlar babalarını maraqla dinləyirdilər. Maraqla necə? Komandir əməliyyatla bağlı dərhal göstəriş verdi. Komandir kim? 4-cü siniflər olimpiyadada iştirak edirdilər. 4-cü siniflər kim? Hansı siniflər? 4-cü siniflər. Burada iri necə? Sevinirdilər. Nə edirdilər? Maraqla necə? Komandir kim? 4-cü hansı? Çalışma C. Sual vəzifələrini cədvəl üzrə qruplaşdırın. Deməli, necə sifət əvəz edir, nə etdi feili, kim ismi, neçənci sayı, nə edir feili, nə ismi, nə cür sifəti, nə qədər say, hara isim, hansı sifət, niyə zərfi, neçə say, nə zaman zərf, nə etmək feili, nə edəcək feili, nə üçün zərfi əvəz edir. Gördüyümüz qruplar üzrə cədvəl şəklində verilmişdir və biz bu sual vəzifələrini qruplar üzrə qruplaşdırdıq. Cədvəl üzrə. Çalışma deyil, sual vəzifələrinin ardıcıllığına uyğun cümlə modellərini müəyyən edin. Nə vaxt, nəyi, nə etdik? Deməli, 3-cü cümlə aiddir. Burada A-ya dərsin sonunda ev tapşırıqlarını qeyd etdik. 2. Kimə, necə, nə etdi? Kim, necə, nə etdi? Burada B-yə 4-cü cümlə Ləman gülərək cavab verdi. 3. C variantı kim, haraya, nə edəcək? 2-ci cümlə Səkinə Türkiyəyə yola düşəcək. C. Haraya, nə qədər, kim, nə etmişdi? 1-ci cümlə meydana xeyli adam toplaşmışdı. Siz də bu şəkildə A bəndinə 3-cü, B bəndinə 4-cü cümlə, C bəndinə 2-ci cümlə, C bəndinə 1-ci cümləni yaza bilərsiniz. Çalışma A. Ümumiləşdirici təkrar. Səhifə 57. Cümlələrdə fərqləndirilmiş sözlərin qrammatik mənasını müəyyənləşdirin. O ki, çoxdan gəlmişdi. Bu ədatdır. Burada ki, ədatdır. Sən bilməlisən ki, böyüklərin məsləhətini dinləyən xeyir tapar. Burada 2 bağlayıcıdır, 2 sözü. O bu işdə ancaq özünü günahlandırdı. Burada ancaq ədat. Mən çox dedim, ancaq o eşitmədi. 4 bağlayıcı. Fuad səhvlərini qırmızı qələm ilə düzəltdi. Burada ilə qoşma. 6-cı Fərhad ilə Aydan bu il yarışlarda iştirak edəcəklər. Burada ilə bağlayıcıdır. Bu şəkildə çalışma A. Səhifə 57. Çalışma B. Cümlələrin məzmununa əsasən fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin. Filmə diqqətlə bax. Burada bax feildir. Bax, mən sənə güvənirəm. Burada ədat. Təəssüf tapşırığın şərtini diqqətlə oxumamısan. Burada 3-cü modal söz. 4-cü müəllim təəssüf hissi keçirdi. Təəssüf nə? İsimdir. Ay oğul, böyüyün sözünü dinlə. Burada 5-ci nida cümləsidir. Ay yer planetinin yeganə təbii peykidir. Burada isimdir. Ay sözü. Bu şəkildə çalışma B. Çalışma C. Verilmiş sözlərdən mürəkkəb feillər düzəldərək uyğun cümlələri tamamlayın. O bu xəbəri eşidib hirsindən əsəb coşdu. 2. Qazandığı qələbədən sonra özünü xoşbəxt hiss etdi. Uşaqlar Novruz şənliyində çalıb oynadılar.
4. İgid oğullar vətən uğrunda həlak oldular. Deməli, bu şəkildə çalışma C həll olunur. Çalışma C. Nöqtələrin yerinə şəxs və kəmiyyətə görə dəyişməyən feillər əlavə edərək cümlələri köçürün. Uşaq anasına sığınıb doluxsundu. 2. Bağban yetişmiş meyvələri dərib səbətə yığdı. Uşaqlar göbələk toplamaq üçün meşəyə yollandılar. Fəridə vərəqə baxıb danışdı. Deməli, bu sözləri nöqtələrin yerinə əlavə edərək cümlələri köçürdə bilərsiniz. Çalışma D. Fərqləndirmiş sözləri uyğun sual əvəzliklərlə əvəz edib cümlələri köçürün. 1. Arif dərsdən sonra idmanla məşğul olurdu. Dərsdən sonra nə zaman? Sual əvəzi ilə əvəz edə bilərik. Yıxılmamaq üçün divardan tutdu. Nə üçün? Yıxılmamaq üçün. 4. Bugünkü gəzintidən hamı razı qalmışdı. Bugünkü hansı? 4. Çalışanlar hər zaman uğur qazanır. Çalışanlar kim? Bu şəkildə bu sual əvəzliklərlə əvəz edib cümlələri köçürtmüş olarsınız. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Hələlik.